Bizdə ümumiyyətlə maaş aşağıdır. Bunu təsbit edək. Orta aylıq əmək haqqı bizdə son elan olundu 1151 manat. Bu Qırğızistan, Türkmenistandan götürsək, onları götürüb kənara qoysa, digərlərindən MDB məkandan aşağı maaş, orta aylıq maaş. Yəni, dollar nisbətində Gürcüstanda bizdə 200 dollar daha çoxdur, məsələn, maaş. Rusiyada 500 dollar çoxdur orta aylıq əmək haqqı. Belarusda haradasa 180-190 dollar çoxdur. Yəni, maaş aşağı. Bunu təsbit eləyək, qoyaq qırağa. Niyə aşağıdır sualına cavab gəlsə, rəqabətli iqtisadi mühit və iqtisadi sistem olmalıdır ki, maaşlar artıq olsun da. Yəni, bir mütəxəssisin üzərində ov getməlidir. Ov eləməlidirlər ki, o mütəxəssisi mən cəlb eləyim. O zaman maaşlarda rəqabət yaranır ki, gəl sən məndə işlə, o deyir, yox sən məndə işlə, maaşlarda artım gedir. Bu, özəl sektora aiddir. Dövlət sektorunda yanaşma fərqlidir. Dövlət sektorunda çox qəliz bir sistem qurulub. Yəni, rütbəyə görə, staja görə, dövlət qulluğunda, fəaliyyətə görə. Bunlar ola bilər ki, öz məntiqi var. Açıq, mən başa düşmürəm o məntiqi. Məsəl üçün, mənim var 30 yaşım, amma işə yeni başlayan bir 20 yaşında işçi məndən qat-qat savadlı ola bilər, bacarıqlı ola bilər. Mənim gördüyüm işi, mənim 2 günə gördüyüm işi o 1 saata görə bilər. Yəni, texniki baxımdan da, nə bilim, nəzəri baxımdan da savadı yüksək ola bilər. Ya, bu niyə bəs standart maaş? Onu deyirəm də, yəni bizdə o rəqabətsizlik mühiti gətirir maaş bərabərliyinə gətirir. Bərabərlik heç də həmişə ədalət demək deyil. Bizdə sosializmdən qalan bir yanaşma var idi, hamı bərabər olsun. Ondan yanlış yanaşma yoxdur. Niyə hamı bərabər olmalıdır ki, kimin bacarığı nədirsə, kimin qabiliyyəti nədirsə, ona uyğun da həyat tərzi olmalıdır da. Yəni, bərabərlik ədalətli olmaq demək deyil. Bizdə hələ də o prinsipin bəzi elementlərini biz görürük açıq. Bir də bizdə maaş və belə deyək, əmək haqqı həcmində bilik və bacarıqların payı o qədər də çox deyil. Özümüzü aldatmayaq. Deyil, belə. Yəni, o deyil. Yəni, o deyil ki, hə, sən hansısa bir, məsələn, Amerikada universitet qutardın, ya Bakıda universitet qutardın, sənin bilik və bacarıqlarının fərqi çoxdursa, maaşda da bu həmən öz əksini tapmalıdır, elə bir şey yoxdur. Bizdə başqa dırnaq içində ənənəvi üsullar önə çıxır. Tanışlıq, qohumluq, haradasa kiməsə güvənli olması, güvənməsi məsələn. Tabi olan işçiyə daha çox maaş verilir, biliyi olanlara. Bəli, tamamilə doğrudur. Yəni, bu ənənəvi dırnaq içində yenə təkrar, ənənəvi Azərbaycan sayağı üsullar önə çıxır və maaş bazarı, əmək bazarı bizdə həddindən artıq qeyri-proporsionaldır. Ümumiyyətlə, məndən olsa tamamilə yeni bir sistemin qurulmasına burada ehtiyac var. Yəni, doğrudan da əmək bazarı bizdə disproporsiya həddindən artıq çoxdur. Və bu da rəqabətli mühitin zəif olmasından qaynaqlanır da. Bizdə, yəni, bu həm də onu göstərir. Əmək tək kasıb, yəni, az maaş alan, az dolanan insanlarla yox, həm də çox maaş alanlarla da ölçülməlidir. Məsələn, bizdə rəsmi milyonçu yoxdur. Hələ də yoxdur. Bizdə yüksək maaş alanların siyasi sanki dövlət sirridir, bu gizlədilir. Halbuki bu normaldır. Dövlət şirkətidir. Mən özüm soruşmuşam ki, maaşınız nə qədərdir? Deyir, bu kommersiya sirridir. Nə kommersiya? Mənim vergimlə maaş alırsınız. Siz nə kommersiya sirri ola bilər ki? Yəni, bu nöqteyi nəzərdən bizdə əmək bazarının özü də, əmək haqqı bazarının özü də kifayət qədər balanslar, ayarları pozulub və bunun bir dizayn edilməsinə ehtiyac var. O ki, qaldı sizin qaldırdığınız digər məsələlərdə sosial problemlərə görə ailələrin dağılması və s. Burada 2 yanaşma var. Birincisi, xanımlarımız özünü təmin etməsi artdıqca, müstəqilliyi artdıqca, bəli, ailə institutunun təməlləri dəyişir. Bu yaxşıdır, pisdir, hərə özünə görə cavab versin. Mən heç kimə istiqamət verə bilmərəm. Mənim üçün pis deyil. Yəni, xanımlar özgüvənli olmalıdır, pul qazanmalıdır, asılı olmamalıdır. Yəni, bunun bir təsiri var. İkinci məsələ ondan ibarətdir ki, bizdə mənzilə çıxış fetişi var. Mən buna imkansızlığı demirəm, imkansızlıqdır, bəli. Mənzilə çıxış imkanı çox zəifdir. Bahalı, çox bahadır bizdə. Amma bu bir fetişə çevrilir. Hamı istəyir ki, mənzili olsun da. Məsələn, siz Amerikanın statistikasına baxsanız, Amerikada əhalinin haradasa 26% öz mənzilində qalır. 74% kiraya yaşayır. Heç bundan kompleksə girmir. Bəs ümumiyyətlə necə olmalıdır? Yəni, biz
Kirayədə qalmaq pis bir şeydir yoxsa yox, belə deyək. Baxır gəlirlik və planlar var. Amerika düzdür, Azərbaycanla müqayisə olunmaz. Çünki başqa bir planetdir də, ölkə də deyil. Yəni çox böyükdür. Yəni insan da fikirləşir ki, bu gün mən Seattle-da yaşayıram, sabah Los Angeles-də iş tapa bilərəm. Bu birisi gün Minneapolis-də, sonra Minnesota-da, bütün Alaskaya da gedib çıxa bilərəm. Yəni mən niyə ev alım bir yerə bağlı olum? Bizdə də bir dənə Bakıdır. Burada da kirayə qiymətləri maaşın 70%-ni ötür. Əlbəttə. Adam bilmir ev alsın yoxsa. Ümumiyyətlə bizdə ev almaq daha sərfəlidir yoxsa kirayədə qalmaq? Məntiqlə ev almaq. Çünki indiki şəraitdə ev almaq, ona görə bizim insanlarımızın çox gözəl orqanik ağlı var. Savadla ağıl fərqli şeylərdir. Ağıl mağara dövründən bəri çox az dəyişib. Savad çoxalıb, informasiya çoxalıb. Bizim insanlar çox ağıllıdır. Onlar düşünür, baxır və qərar verir ki, qardaş, birincisi investisiya üçün başqa alət yoxdur. Mən hara investisiya edeyim? Qiymətli kağızlar bazarı yox, birja yox. Neyiniyim? Mənzil alın. Ona görə yüklənirlər mənzilə və mənzilin qiyməti ona görə artır. İkincisi, Sovetdən qalma bir yanaşma var. Soveti çox tənqid eləmək olar səhərdən axşama qədər, amma bir yaxşı işi var da, o da pulsuz mənzil paylayırdı deyək. Növbəyə dururdu. İnsanların, bizdəki indi mənzil sahiblərinin yarıdan çoxu Sovet vaxtı mənzil sahibi olanlardır. İndi onların övladları mənzil sahibi ola bilmir. Birinin 2 oğlu var, gedir ya kirayədə qalır, ya da masazırda ev alır, suyun içində var. Elə, tamamilə doğrudur. Amma postsovet ölkələrinə və Şərqi Avropa ölkələrinə baxanda çox qəribə bir mənzərə orada da var, eyni qaydada. Çünki Qərbi Avropa ölkələri ilə oradakı ölkələrin yaşayan insanları müqayisə eləsək, özəl mənzili olanlar Şərqi Avropada çoxdur. Məsələn, Rumuniyada çoxdur, Macaristanda çoxdur, Polşada çoxdur, Balqaristanda ümumiyyətlə 80%-dən yuxarı. Onlar da demək olar keçmiş sosialist ölkələrdir. Yəni onlara da paylanılıb, sonra özəlləşdirilib, şəxsi mülkiyyətə çevrilir. Bizdə də o fetiş var, deyək ki, mənim mütləq mənzil, mənim övladımın mənzili olmalıdır. Hər şey bir yana mənzili olmalıdır. Ya mənim mənzilim. Bu fetiş qiyməti artıran faktorlardan birinə çevrilir. Yəni insanlar deyir, mütləq mənzil almalıyam. Onları da yenə təkərəm, qınamıram, ağıllıdırlar, baxırlar bazardakı vəziyyətə, gedişata baxırlar ki, mənzilim varsa heç olmasa mən kirayə pulundan canım qutarar, kirayə ödəmərəm. İkincisi, heç olmasa kirayə verərəm. Yəni 5 manat, 10 manat da oradan qazanam. Başqa heç bir yerdə mən zaten vəsaitimi, qiymətli kağızlar bazarı yoxdur ki, gedim səhm alım, səhm satım. Məsələn, Türkiyədə 11 milyon insan Türkiyə birjasının iştirakçısı, adi vətəndaşlar. Onun 4 milyonu qızıl və kripto birjadadır, 7 milyonu səhm bazarındadır. Alır, satır, qazanır. Yəqin ki, Türk kanallarında reklamları görürsünüz də. Bütün bankların öz applicationları, tətbiqləri var o birjalarda işləmək üçün. Bizdə yoxdur, heç nə, alət yoxdur. 5 manat olan... Bizdə banklar niyə bu şeyə getmir? Yəni, çünki bizdə bank deyəndə ağla gələn nədir? Kredit versin, faiz qazansın, başqa bir mən görmürəm. Bizdə banklar 19-cu əsrdir, heç 20 də deyil. Çünki 20-ci əsrdə artıq banklar investisiya mərkəzinə çevrilməyə başladı dünyada. Bizdə 19-cu əsrdir, depozit götürür, kredit verir. Və salam. Depoziti götürür 10%-lə, krediti verir 15%-lə, 20%-lə, neçə faizlə. O faiz nisbətindən də pul qazanır. Bankların mı tək günahıdır? İnsafən yox. İnsafən yox. Yəni, banklar da istəyər investisiya mərkəzinə çevrilib daha çox pul qazansın da. Amma yenə gəlirik o başqa məsələ ki, hara investisiya eləsin? Nəyə investisiya eləsin? Gedəcək torpaq alıb bina tikəcək də. Çünki ən gəlirli, rentabelli sahə hələ ki odur. Yəni, bunun da təşviqlərlə olmalıdır, bunun qiymətli kağızlar bazarı olmalı. Bizdə bazar iqtisadiyyatının institutları yoxdur, adı var, bəli. Amma institusional olaraq hələ biz oturuşmayıq bazar iqtisadiyyatı. Bazar iqtisadiyyatı birjadan başlayır, səhmdən başlayır. Bazar iqtisadiyyatı üzən məzənnədən başlayır. Yoxdur bunların, bu institutların heç biri olmayandan sonra bazar iqtisadiyyatının da belə elementləri olmayanda neynəsin bank? Bank baxır, riskləri hesablayır, deyir ki, yaxşı, mən ən yaxşısı elə telefon krediti verib qazanıram da. 6 aylıq gəlir 25%-lə, 24%-lə məndən kredit götürür. Bu nəyə pisdir ki? Mən niyə başım ağrıdım? Mən gedib zavoda investisiya qoyum, fabrika açım. Nəyimə lazımdır? Bax, bu sistem, bəsit iqtisadi sistem oyunçuların davranışlarına təsir eləyir də. Siz mürəkkəb iqtisadi sistem qurmağa çalışmalısınız ki, müxtəlif alətlər yaransın və bu müxtəlif alətlərin cəlbediciliyi artsın. Biz bugünə qədər hələ qiymətli kağızlar bazarını yarada bilməmişik. Bizdə səhmdar cəmiyyətlər var.
Səhm bazarı yoxdur. Yəni bu dividend alan yox, eşitmisinizmi ki, kimsə səhmdarda dividend alır. Amma məsələn mən Və Türkiyədən insanlar qorxur biraz. əlbəttə. Türkiyədə mən onun onlarla elə tanışım var ki, səhmdardılar. Koçun səhmlərini alıb, nə bilim, Sabancının səhmlərini alıb, nə bilim, son vaxtlar Aselsanın səhmləri populyardır. Onların səhmlərini alıb ildə bir şərik olurlar, orada ildə qazancı bir dəfə də əldə edirlər. dividend götürür də. Hər səhmin, məsələn deyirəm də, 10 dollar, məsəl üçün deyirəm, 10 dollarlıq səhmi var. 1 dollar illik bunun qazancı var. Gedir o 1 dollarını hər ay ya ildə bir dəfə pulunu götürür. Bizdə bu alətlər yoxdur deyə bu mənzilə hücum eləyir hamı. Torpaq mənzili. O məşhur bir deyim var idi ki, istənilən orta statistik Azərbaycanlının bir arzusu var da. 3 sot torpaq, 2 kamaz daş. Bax bu arzumuzdur da, belə torpaq təsara aldıq, bura mənimdir. Bu onun günahı deyil. Onun günahı deyil. O başa düşür ki, başqa cür öz imkanlarını realizə etməyə fürsətlər və institutlar yoxdur. Ona görədir ki, heç olmasa evim olsun. Heç olmasa bir torpağım olsun. Heç olmasa orada nəsə... Ya başıma yağmasın məsələsi. Bəli, başıma yağış yağmasın. Bu kirayə məsələsi də onunla bağlıdır əsasən. Əsasən onunla bağlı. Doğrudan da çətindir də. Məsələn, doğrudan da baxırsan ki, gənc ailədir. 700-600 manat kirayə versə, bu nə qədər qazanmalıdır ki? Yəni maksimum maaş da 1500 məsəl üçün. Kirayəsini versin, özündə o, hətta sonra da övlad planlasın. Necə planlasın onu? Necə planlasın? O məsuliyyətli insan. İki işdə işləyə bilərdi amma. Onun həyat bir daha ayılacaq ki, beli düşürür. Amma reallıq odur. Elədir. Yəni gənclərin böyük bir faizi ən azından valideynlər olmasa, bizdə məsələn o məşhur bir deyim var da, ailə canlılıq, ailə dəyərləri. Mən bunu həmişə demişəm də belə publik çıxışlarımda da. Bizdə bu daha çox iqtisadi münasibətlərdən asılıdır. Məsələn, valideyn övladını niyə yanından buraxmır? Ona görə yox ki, çox istəyir də. Başqa valideyn, məsələn, İndoneziyada valideyni çox istəmirmi uşağın? Hamı çox istəyir də. Sadəcə o güvənmir gələcəyə, alacağı təqaüdə güvənmir. Yəni, övlad gedəndən sonra onun bir iqtisadi azadlığı olur, ona inanır. Güvənmir ki, mən o təqaüdlə dolana bilməyəcəm, yanımda ol. Övlad da gedə bilmir yanında. Niyə? Çünki öz başına ev ala bilmir. 30 yaşına qədər ev ala bilməyəcək, maşın ala bilməyəcək, evlənə bilməyəcək. Evlənəndən sonra da ayda bir dəfə bir qaynanadan bir toyuq gəlir. Əlbəttə, 2 kilo ət gətirir. Yəni o əl-ələ verib yaşamaq prinsipi. Əlbəttə, amma bunun da adını biz qoymuşuq ailə dəyəri. Ailə. Əslində bu iqtisadi inkişafın azlığından yaranan bir prosesdir. Əlbəttə, kasıblıq əlamətidir, iqtisadi münasibətlərin. Bir sözlə kasıblığımızı boynumuza almırıq, adını qoyuruq ailə dəyəri. Yaxşı bir şey uydururuq da özümüzdən. Yaradıcı millət. O demək deyil, bizdə ailə dəyərləri yoxdur. Əlbəttə, bizdə ailə dəyərləri də var, ailə canlılıq da var, valideynə hörmət də var, başqalarına nisbətən övladın gələcəyinə bağlıdır. Amma o demək deyil ki, bu Amerikalı 16 yaşında uşağını evdən qovursa, o demək deyil ki, o vəhşidir, uşağın adam başından deyil. keçir. O sadəcə güvənir də, deyir ki, özümə də güvənirəm, mən yaxşı təqaüd olacağam. Bu da getsin həyat öyrənsin. Əslində mən əlindən tutum nə qədər aparım bunu. Onların o hərəkəti mirası böyüdür. Əlbəttə, tamamilə doğrudur. Yəni deyir ki, get özünə gün ağla. Çünki o bilir ki, ağlı başındadırsa, oxuyubsa, səvadı varsa, gedib özünə gün ağlaya biləcək. Bizdə elə deyil axı. Bizdə lap tutalım əla universitet bitirdin, 22 yaşında bitirdin əla qiymətlərlə universiteti. Gedirsən işə düzəlməyə, deyir səndən 5 il staj istəyir. Qardaş 5 il bundan qabaq bunun 14 yaşı var idi. Bunun 15 yaşı var. Neynəsin bu? Hardan alsın o 5 il stajı?